Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 10-cu paragraf, digər yarısı. Bir yarısını ötən dərsimizdə izah eləmişdim. İndi isə digər yarısı, yəni milli partiya və təşkilatların yaranması, qurultaylar, bir də dumalar. Bu mövzu 11-ci sinifdə də var, amma 11-ci sinifindən ayrıca mən dərsliyi ayrıca izah edəcəm deyə 11-ci sinifi çox da bura qatmıram. Sadəcə hansı ki, bəzi məlumatlar vardır ki, onlar mütləq deyilməlidir, yəni tam yerinə otursun deyə onları deyəcəm. Amma 11-ci sinifin ayrıca yenə deyirəm, kitab şəklində izah edəcəm. Yəni 9 Azərbaycanı bitirəndən sonra da digər kitablar içində eyni zamanda 11-ci sinif izah olunacaq. Belə, başlayaq. İlk öncə milli partiya və təşkilatların yaranmasından danışaq. Deməli, 1957-ci illər inqilabı başladı, bilirsiniz. Bu da Şimali Azərbaycanda Milli Demokratik Hərəkatın yeni mərhələyə daxil olmasına səbəb oldu. Birinci mərhələ 1875-dən bilirsiniz, 1904-ə qədər, yəni 2-ci qədərindən müştərək müqaviləyə qədər idi. İndi bu isə yeni mərhələ başladı. 1995-ci ildə bu yeni mərhələ başladı. Bu mərhələnin də səciyyəvi cəhəti milli siyasi təşkilatların formalaşması idi. Sonra muxtariyyət tələb idi, muxtariyyətə daxil idarə etmədə, yəni bunda tələblər idi. Əsas aparıcı qüvvədə milli burjuaziya idi, demokratik vətənpərvər ziyalılar idi. Və 1905-ci ildə bilirik ki, Əlimərdan və Topçubaşov və digər vətənpərvər ziyalılar tərəfindən deməli Cənubi Qafqazın müsəlman əhalisinin xeyrinə islahatlar keçirməsi haqqında ərs hallar, yəni xahişnamə adlanan kollektiv müraciət hazırlanıb hökumətə verilir. Yəni ki, bu hamının arzu və istəklərini, yəni bütün müsəlman xalqlarının, hansı ki, Cənubi Qafqazın müsəlman əhalisinin arzu və istəklərini özündə əks etdirən bir xahişnamə olur. Və indi keçək təşkilatların yaranmasına. İlk təşkilat Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılır. 1903-cü ildə Müsəlman Gənclik Təşkilatı. Burada müstəmləkə əsarətinə qarşı mübarizə aparılması, yəni əsas öndə idi bu Müsəlman Gənclik Təşkilatının qayəsi. Sonra 1904-cü ildə isə Məmməd Əmin Rəsulzadə və digər başqa Azərbaycanlı ziyalılar olmaqla Hümmət Təşkilatı yaranır. Təşkilatı partiya deyil bu. Hümmət Təşkilatı yaradır. Burada əsas iş nədir? Azərbaycanlı fəhlələr arasında deməli siyasi iş aparmaq məqsədi daşıyır. Amma burada deməli Bolşevik təsiri altına düşdüyünə görə Rəsulzadə buradan uzaqlaşır. Sonra 1905-ci ildə deməli Əlişbər bəy Rəfibəyevin başçılığı ilə ilk milli partiyamız, Qeyrət Partiyası yaradılır. 1905-ci ildə Əlişbər bəy Rəfibəyevin başçılığı ilə. Bu Gəncədə yaradılmışdı və ilk dəfə olaraq Şimali Azərbaycana muxtariyyət verilməsi təklifində bu partiyada irəli sürülmüşdür. Sonra bilirik ki, həmin illərdə ermənilər elə Çar Rusiyasının əli ilə bir də qarşı soyqırımlar törədirdilər və buna görə də 1906-cı ildə Əhməd bəy Ağayev Difai partiyasını yaradır. Difai müdafiə deməkdir. Difai partiyası. Mərkəzi komitəsi də Bakıda yerləşir, amma Şuşa, Gəncə, Ağdamda da şöbələr vardır, Şuşada da daha genişdir. Deməli, burada xalqımızı müdafiə etmək üçün deməli silahlı dəstələr yaratmışlar. Eyni zamanda bu Cənubi Azərbaycanda Məşrutə hərəkatına bilirsiniz də 5-11-ci illər sonra Osmanlıda Gəncliklər Təşkilatına deməli öz üzvlərindən ibarət yəni köməyə göndərilmişdi, pul vəsaiti köməyə göndərilmişdi, yardım etmişdi. Sonra Şuşadan elə Səttarxana silah göndərilmişdi, bilirsiniz, o da Məşrutə inqilabının gəlişindədir. Sonra bax bu Difai partiyası aqrar məsələni ödəntisiz olaraq kəndlərə verilməsinin, bu torpağın ödəntisiz olaraq kəndlərə verilməsinin tərəfdarıdır, amma bu baş tutmur, alınmır. Sonra 1907-ci ildə Müdafiə Partiyası yaradılır. Müdafiə Partiyası. Deməli, burada bu partiya ölkənin həm Qərb Qəzalada, həm də Borçalıda fəaliyyət göstərirdi. Və partiyanın sədri isə keçmiş Rus ordusunun zabiti olmuş İbrahim Ağa Vəkilov olubdur. Sonra müsavatla bağlı, mən bura bakır qoymamışam. Müsavatla bağlı əslində qalsa deyəcəyim əlavə məlumatlar vardır. Deməli, bunlar nələrdən ibarət? Birincisi, müsavatın yaranması, müsavat bərabərlik deməkdir. Amma 11-ci ildə yaradılır. Bu da xalqın həm siyasi cəhətdən də birləşməsində mühüm rol oynayır. Burada, deməli, Əlibəy Hüseynzadənin bir şiarı vardır. Deməli, türkləşmək, islamlaşmaq, müasirləşmək. Bax, bunu da Rəsulzadə elə bir ki, partiyanın başlıca istiqamət kimi irəli sürür. Və bu Müsavat Partiyası da Balkan müharibəsində türk xalqlarına müraciət edir ki, onları Osmanlıya qarşı, daha doğrusu Osmanlıya köməyə çağırırdı. İndi mən Müsavat Partiyası haqqında bir neçə illər qeyd edəcəm bura, bunları da qeyd etsəniz yaxşı olar. Deməli, baxın,
göstərin. 1911-ci ildə müsavat yaranır. 1913-cü ildə Əsnaf Rəsəl Rəsulzadə başçılıq edir bura. Həm də ki, legal fəaliyyəti dayandırılmışdır. Legal fəaliyyəti dayandırılır. Sonra 1917-ci ildə bilirsiniz, fevral inqilabı olur. 17-ci il fevral inqilabından sonra bu yenidən fəaliyyətə başlayır. Sonra 1917-ci ilin oktyabrında bunun birinci qurultayı keçirir. Müsavatın birinci qurultayı. O 8 saatda işini götürür. İndi Əsnaf Rəsəl fevral inqilabı dərsində deyəcəm bunu. Sadəcə mən bunu xematik yazıram ki, bunlar hamısı müsavatla əlaqəli illərdir. Belə yadda saxlayın. Sonra 1921-ci ildə deməli qadağan edilir. Çünki niyə? Azərbaycan SSR yaranır baxın. Qadağan edilir. Müsavatda, ittihadda, əhrarda bunlar hamısı qadağan edilir. 1923-cü ildə isə xarici bürosu yaradılır. Xarici bürosu. Belə. Bu müsavat, bir də unutdum, üzr istəyirəm demədim. 1915-ci ildə isə bunun mətbu orqanı olan Açıq Söz qəzeti nəşr olunur. Bu müsavatla bağlı illərdə 11, 13, 15, 17, 21, 23. Belə tək rəqəmlərdədir, belə də yada saxlaya bilərsiniz. Amma hansında hansı hadisə baş verir? 11-də müsavat yaranır, 13-də legal fəaliyyəti dayandırılır, 17-ci deməli fevral inqilabından sonra martında yenidən fəaliyyətə başlayır, 17-nin oktyabrında birinci qurultaydır, 21-də qadağan olunur bu partiya, 23-də xarici bürosu, 15-də də yenə unutdum. 15-ci ildə isə mətbu orqanı olan Açıq Söz qəzeti nəşrə başlayır. Sonra deməli bu partiyalar indi 9 ildə hələ ki verilən partiyalar bunlar, ona görə də ancaq bunları dedim. Çünki video çox olur. Bax hələ 6 dəqiqə, 7 dəqiqə də artıq. Yəni ona görə də digər partiyalar haqqında yenə dediyim kimi 11-ci sinifdə danışacağam bu haqqda. Və bu partiyaların yaranması elə 20-ci əsrin əvvəllərində bu vətənpərvər ziyalılar deməli, yəni bununla bu partiyaların, təşkilatların yaranması ilə təşkilatlanırdılar Çar hökumətinə qarşı. Daha doğrusu əhalini təşkilatlandırırdılar. İndi Azərbaycanlı deputatlar dövlət dumalarında deməli 1906-cı ildə qanunverici orqan olan Dövlət Dumasına seçkilər keçirilir. Bizdən də Əlimərdən və Topçubaşov. İndi əslində Rəsəl tək onlar deyil, 6 nəfər vardı birincidə. Amma yenə deyirəm, onlar bu hissədə verilmirdi. Əlimərdən bəy Topçubaşov, İsmail xan Ziyadxanlı, bir də İrəvan quberniyasından Ağa xan Ziyadxanlı. Ağa xan deməli Ziyadxanlı seçilirlər birinci Dövlət Dumasına. Sonra isə bu birinci dumaya deputat seçirlər. Bunlar dumada müsəlman fraksiyasını yaradırlar. Kimin başçılığı ilə? Əlimərdən bəy Topçubaşovun başçılığı ilə bunun sədri seçilir. Deməli, amma sonra hökumətlə bu duma arasında olan narazılıq onun 1906-cı ildə elə fəaliyyətini dayandırmasına səbəb olur. 1906-cı ildə fəaliyyətə başladı, 6-da fəaliyyətini dayandırdı. Sonra 1907-ci ildə 2-ci duma fəaliyyətə başlayır. Burada da yenə 5 nəfər var da əslində qalsa, amma 2 nəfərin adını verirsə 9-cu ildə. Bax, Xoyskidir, Xas Məmmədovdur, Mustafa Mahmudovdur, Zeynal Zeynalovdur. İndi Mustafa Mahmudov, Zeynal Zeynal bunların adlarını verməyib də əslində qalsa. Deməli, bunlar da ki, yenə bu şeydə həmin ili buraxılır, bu dumada həmin ili buraxılır, yəni 1907-ci ildə buraxılır. Sonra burada da yeni seçki qanunu qəbul olunur ondan sonra. Bu yeni seçki qanununa görə Qafqaz, Orta Asiya, Sibir xalqları siyasi cəhətdən qeyri-yetkin xalqlar hesab edilir və ona görə də onların seçki hüquqları məhdudlaşdırılır. Ona görə də 1907-ci ildə 3-cü Dövlət Dumasına seçkilər olanda Cənubi Qafqazda ancaq bir deputat Xəlil bəy Xəsməmmədov təmsil edir. Bax, Xəlil bəy Xəsməmmədov həm 2-də seçilib, həm 3-də seçilib. Bunu yadda saxlayın. Deməli, o da ki, dumada türk müsəlman əhaliyə müəyyən azadlıqların verilməsi, sonra təhsilin, məhkəmə işlərinin ana dilində aparılması, bu kimi tələblər irəli sürmüşdür. Sonra 1912-ci ildə də bilirsiniz ki, 4-cü Dövlət Dumasıdır. Bu da yenə Şimali Azərbaycandan təmsil olunur Məmməd Yusuf Cəfərov. İndi bu dumaları bitirdik ki, Rusiya müsəlmanlarının qurultaylarından danışaq. Deməli, bu 1905-7-ci illərin inqilabı, deməli, hansı ki, Rusiya əsarətində olan türk xalqlarının, yəni onların milli hərəkətinə təkan verdi, onları birləşdirdi. Hansı ki, türkçülük, müsəlmançılıq əsasında bu əsasla birləşməyi labid etdi. Və bu işin də əsas təşəbbüskarları yenə də yəni vətənpərvər ziyalılar idi, Əlimərdən bəy Topçubaşov idi.
Deməli, 1905-ci ildə Rusiya, məsələn, əslində qalsa, mən baxdım, dəstəkdə bunların ayları, nədə, harada olubdu, yazmayıbdı. Amma yazdım mən bunu. Bir saniyə. Baxın. 1905-ci ilin deməli avqust ayında birinci qurultaydı. Birinci qurultaydı. Harda? Nijni Novgoroddadır. Nijni Novgorodda. 1906-cı ilin yanvar ayında ikinci qurultaydı. Hardadır? Sankt-Peterburqda. Sankt-Peterburqda. 1906-cı ilin yenə avqust ayında üçüncü qurultaydı. Hardadır? Nijni Novgorodda. Niyə yazdım bunu? Çünki baxın, orada görsənirdi, hə. Dəstəkdə baxdı 9 sinif dəstəkdə. Ancaq bunların adlarını veriblər. Məsələn 1905-də hər birinci, ikinci belə harda keçirildiyi, yəni aylarını da belə vermirlər. Amma bu cür yadda saxlasaq, baxın, bu ikisi avqust, sonra bir neçə avqustda. Bu 1906-cı ilin yanvarında da budur. Sonra baxın, birlə üçün Nijni Novgoroddadır, amma ortada Sankt-Peterburqda, ikinci Sankt-Peterburqdadır. İndi bunlar haqqında biraz ətraflı məlumat verim. Deməli, heç nə. Birinci qurultay 1905-ci ilin dedik ki, avqust ayında keçirilir. Və burada da Rusiya Müsəlman İttifaqı keçirilir. Özdə yaradılır. Özdə bu gizli həyata keçirilmişdir. Gizli olmuşdur, gizli keçirilmişdir. Və dedik ki, sonra ikinci qurultayda isə deməli, bu Müsəlman İttifaqı var idi. Bunun Topçubaşovun rəhbərliyi ilə bunun proqramı, nizamnaməsi hazırlanır. Proqram nizamnaməsi ikinci qurultaydadır. Sonra üçüncü qurultayda isə buna rəhbərlik etmək üçün, Müsəlman İttifaqına rəhbərlik etmək üçün yaradılmışdır. Daimi yeri baş olan Mərkəzi Komitə seçilir burada. Belə, bu qədər, sağ olun.